Qərbdə, xüsusilə də Almaniyada yaşayan həmvətənlərimdən bir xahişim var. Mənim Almaniyada 3 kitabım nəşr olunur. Azərbaycanda yaşamış Almanların həyatından bəhs eləyən Alman dilində kitabın adı başqa cürdür, belədir. Ancaq Azərbaycan dilində kitabın adı Alman qızı Elke'nin acı sevgisidir. Ondan əlavə Alman dilində başqa bir kitabın çap olunub. Afrikanın vəhşi həyatında sağ qalanın həyatı. Azərbaycan dilində, İngilis dilində budur. Bu format çıxıb. Azərbaycan dilində mühəndis Fred və 5 qadındır. Həmin kitab eyni vaxtda Türk dilində də nəşr olunur. Türk dilində də nəşr olunub, bax bu da Türk dilindədir. Avropada, Hollandiyada bax bu kitabım nəşr olunub. Azərbaycan dilində düz adı başqa cürdür. Sonra Hollandiyada belə bir kitabım da çap olunub. Qarpız kababı, lal məhəbbət. Bax bu kitabım da çap olunub. Xahişim nədir sizdən? Xahişim odur ki, imkan daxilində bu kitabları alasınız. Xüsusilə də Almaniyada yaşayanlar, işləyənlər üçün bax bu kitab əhəmiyyət kəsb eləyə bilər. Ona görə ki, Almanlarla Azərbaycanlılar arasında olan münasibətdir. Deyilənlərə görə maraqlı kitabdır. İndi özümü tərifləməyə dəyməz. Bu kitab da Amerikalı mühəndis haqqındadır. Həm görürsünüz, həm Türk dilində, həm Alman dilində, həm də İngilis dilində nəşr olunub. Xahişim odur ki, imkan daxilində bu kitablardan alasınız.